Nazim İmanov Dadaş Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun 4-cü kurs tələbəsidir. İnstitut Tələbə Elmi Cəmiyyəti Şurasının sədri Nazim İmanov özünün elmi axtarışları ilə institut auditoriyalarından xeyli uzaqlarda belə tanınır. Nazimi və yoldaşlarını düşündürən əsas məsələlərdən biri əməyin səmərəliliyini artırmaq problemidir. Elə onları tez-tez maraqlı mübahisələrə, diskusiyalara cəlb edən də budur. Axı yaxşı deyiblər ki, həqiqət axtarışlarda, müzakirələrdə meydana çıxır. Elmi kəşflər də beləcə. Tələbə tədqiqatçının ilk elmi axtarışları uğurlu olub. Bu yaxınlarda Bratislavada sosialist ölkələri İqtisadiyyat İnstitutları tələbələrinin elmi-texniki yaradıcılığına həsr olunmuş müsabiqədə vətənimizi 2 nəfər gənc təmsil edirdi. Onlardan biri həm yerlimiz idi. Orada Nazim İmanovun məruzələri yüksək qiymətləndirildi. O müsabiqənin ən yüksək mükafatına layiq görüldü. Qarşıda Nazimi yeni elmi axtarışlar gözləyir.